mən həyatımda belə Amerikada belə bir şey Belə Amerikalı görməmişdim. görməmişəm. Belə nə Amerikan görmüşəm, nə belə prezident görmüşəm. Durub deyir mən müharibələri qurtardım. Amerika hər gün sanki belə bir nə Chavez danışır, nə bilim Maduro danışır adamla. Biz beləyik. Belə ki, hansı İranın nə bilim prezidenti arada o ali dinli rəhbəri danışır. İran belədir, nədir. Yəni Amerikanın gücünü anlatmaq üçün Trump'ın bu cür çıxışlarına ehtiyacı yoxdur axı. Yəni, heç bir Amerikan prezidenti bu cür Amerikanı kiçildərək onu belə təqdim eləmir. Açıq deyirəm. Çox da təəccüblə mən baxıram. Bir qədər heç Nixon kimi adamdan belə mən belə şey eşitməmişəm. Mən müharibə qurtarmışam. Bizdə gündə zaten Amerikada həmişə zavod, Amerika dünya iqtisadiyyatının mərkəzidir. Elə bir olan şeyi elə verir ki, sanki budur, bir qəribə bir... Yəni, kompleksi olan biri kimidir. Bu da Amerikan xalqının öz günahıdır. Orada yəni, bir kovboy, böyük bir Montana, gücə yaraşmayan Montana, Utah, o düzənliklər düşüncəsi var. Məsələn, Çexiya prezidenti bunu tez-tez desəydi, kiçik bir ölkənin böyük uğuru kimi... Əlbəttə ki, bunu məsələn deyə bilər Ugandanın prezidenti, və ya Mərkəzi Afrika Respublikasının bir serjantı var, özünü marşal ilə eləmişdi. O neynəsə və çıxması, yəni bizim kimi ölkələrdə də belə nəsə bir zavod açılanda biz sevindik. Biz Amerikada bu Harvard'ın, Stanford'un, nədir onun adı, Columbia Technical, MIT'nin olduğu yerdir. Amma belə bir yerdə görürsünüz ki, Trump kimi prezident var. Paradoks da durub, nə deyəsən ki? Bu da demokratiyanın bir cilvəsidir. Amerikan harda o intellektual prezidentlər, James Garfield kimi deyək ki, John Kennedy kimi, Roosevelt kimi, harda da o vizyonu olan, Amerikanın gerçək vizyonundan nada bilən və bunu təbliğ etdirə bilən, məsələn, harda da o Nixonun çevik siyasəti ki, SSR ilə Çin arasında münaqişədən istifadə edib, dərhal Çinə səfər elədi, Deng Xiaoping'i, məsələn, o vaxtda yəni gətirdi, Çindəki islahatlara nail oldurdu, onları məcbur elədi islahatlar keçsin. Amma Ruslar və... Yəni, haradadır o? İndi oturub, mən müharibə bitirdim, məndən falan yedi zavod qurdurdum. Amma Ruslar və Putin çox inanmışdılar. Oturub BBC-yə 1 milyardlıq iddia verir. Yəni, belə bir tipik iş adamı, kapitalizm. Amma Amerika zaten budur. Yəni, indiki Amerika bu hala gəlir. Mən də təəccüblənmirəm. Çünki əgər siyasət belə ucuz bir hala gəlirsə, yəni tələbədir tutaq ki, ağıllı adam hara gedəcək? Getməyəcək ki, siyasətlə məşğul. Gedəcək hansısa Google-da zətdə işləyəcək, yaşlı pul da verilir. Amma Ruslar və Putin çox inanmışdılar və yaxud da həvəslənmişdilər ki, bu Amerikan hakimiyyəti ilə dil tapa biləcəklər. Yəni, əslində alınmadı o dialoq. Düzdür, indi biz tənqid edirik. Amma mən sizinlə burada nəyi söhbət edirəm? Ruslar üçün əslində həm də biraz qeyri-müəyyən bir şeydir. Bunlar Trump'ı o cürlə tanımırlar. Trump da ardıcıl deyil siyasətdə. Məsələ burasındadır. Gah Ukraynaya dəstək verərəm, belə eləyərəm, nə eləyərəm. Sonra səhərsi gün Zelenski zəng edir ki, yox, mən sizi Tomaqavka sata bilmərəm. Halbuki satsa bəlkə də Ruslar Pakrovskada irəliləyə bilməz. Yəni, belə bir şey var. Budur, mənzərə çox dəhşətlidir. Yəni, bundan sonra perspektiv, yəni strateji perspektiv görünmür. Strateji perspektiv Putinin düz bəxti də gətirdi. Açıq deyək, Demokrat Partiyası pusat özünün ən böhranlı günlərini yaşayır. Düzdür, son 3 seçkidə 3 qubernator yerini qazanıblar. Mən çox, bəlkə ümid eləmirəm o mənada yox. Məsələn, Virginiyanın qubernatoru keçmiş kəşfiyyatçıdır. Bəlkə deyirəm, Amerikada belə bir adam, biz Amerikanı bu cür vəziyyətdə şey budur ki, Amerikada ömür boyu prezidentlər nə vaxtsa, hardasa bir dövlət məktəbini keçirlər. Deyək, ya qubernator olub, ya senator olub, ya ən uzağı da nümayəndələr palatasının üzvü olub. Yəni, bir şəkildə bir yerdə rəndələniblər də. Bu rəndələnməmiş bir adamlardır. Yəni, belə gələndən bütün institutlarla dava edir. Heç bir prezident, məsələn, Bush kimi adam belə, məsələn, deyək ki, FED, yəni Federal Xəzinə Sisteminin prezidentini istefa. Bu hər dəfə deyir ki, o istefa vermə, mən beləsi. Çünki adamın həyatı onun üzərində keçib. Onun ən sevdiyi şey you're fired, yəni sən qovuldun. Yəni, və nəsə bir başqa bir şey deyəndə də dözə bilmir. Yəni, belə bir Amerika ilə üzbəyiz. Bu da talihin bir cilvəsidir. Yəni,